Dostlar, bugün sizler için evde hazırlayabileceğiniz en asan ve en pratik dondurma resepti görüşeceğim. 3 erzakla tanış olaq. Bize lazım olacak yoğurt, qatlaşdırılmış süt ve qaymaq. Qaymağı əlavə edirik qabın içərisinə. Mikser köməyi ilə tam asana qədər qarışdırırıq. Bu vəziyyətə gəldikdən sonra üzərinə 4 qaşıq qatlaşdırılmış süt əlavə edirik. Dostlar, mənə dəstək olmaq üçün YouTube kanalıma abunə olsun, məni çox sevindirərsiniz. Fəxri Şef Yeməkləri kanalın adı. Mikserlə tam asana qədər qarışdırırıq. Və üzərinə bir paçka yoğurt əlavə edirik. Onu mikser köməkli yox, sadəcə qaşıqla qarışdırırıq. Dostlar, mən piçəklə istifadə etdim, siz etməsəz də olar. Bunu qat-qat yığıram. Hamısını yığdıqdan sonra üzərini salafanla bağlayıb dondurucuda 2 saat gözlədirəm. Reseptimiz tam vəziyyətdə hazırdır. Hazır bir nəştənuş olsun. Fikirlərinizi gözləyirəm. Əmin olun ki, mağazalardan aldığınız dondurmalardan qat-qat dadlı və ləzzətlidir. Keyfiyyətinə də söz ola bilməz. Nuş olsun hər kəsə. Hər kəsə salam dostlar, bugün sizlər üçün 2 dəqiqəyə necə dondurma hazırlanır onu göstərəcəm. Bunun üçün bizə lazım olacaq şanti krem, çiyələkli, üzərinə 1 stəkan süt əlavə edirik. Dostlar, bu reseptimiz hədiyyəli reseptdir. Kanalı takip edirsiniz və videonu bəyənib maraqlı bir komment yazırsınız. Kimin kommenti çox like yığarsa, o bizdən 1000 rubl hədiyyə qazanacaq. Mikserlə bu vəziyyətə gələnə qədər açırıq. Qabın içərisində 1 ədəd yumurta, 1 armud stəkan şəkər tozu əlavə edirik və yaxşı indi açırıq mikserlə. İki paçka vanil əlavə edirik üzərinə. Şəkər tozu tam açılana qədər açırıq. Hazırladığımız kremin üzərinə əlavə edirik, qarışdırırıq. Bir qabın içərisinə əlavə edib göndəririk soyuducuya. 6 saat soyuducuda saxlayırıq. Dostlar, hədiyyəmiz bir həftədən sonra qalibinə veriləcək. Və bu yalnız TikTok şəbəkəsinə aiddir. Reseptimiz hazırdır. Hazırlayın, hər kəsə nuş olsun. Videonu bəyənib takipdə qalın, zəhmət olmasın. Hər kəsə salam, bugün sizinlə evdə hazırlaya biləcəyiniz ən asan dondurma resepti bölüşəcəm. Bunun üçün bizə lazım olacaq 2 ədəd qaymaq, 400 qram, qabın içərisinə əlavə edirik qaymağı. Yaxşıca mikserlə açırıq. Üzərinə qatlaşdırılmış sıxışonla əlavə edirik 5 qaşıq. Dostlar, mənə dəstək olmaq üçün videonu bəyənib kanala abunə olsanız məni çox sevindirərsiniz. Fikirlərinizi gözləyirəm. Yaxşıca mikserlə yeni qarışdırırıq. Tam açılana qədər. Sonradan 3 qaşıq da qatlaşdırmış süt əlavə etdim. Bu zövqə görədir. İstəyən əlavə etməyə bilər. Yenidən yaxşıca qarışdırırıq. 1 paçka vanil əlavə edirik üzərinə. Yenidən yaxşıca qarışdırırıq. Bir qabın içərisinə əlavə edib göndəririk dondurucuya. 1 saat saxladıqdan sonra yenidən çıxardıb qarışdırırıq. Yenidən göndəririk dondurucuya. 2 saat qalır. Reseptimiz tam vəziyyətdə hazırdır. Hazırlayıb yenə işləmiş olsun. Fikirlərinizi gözləyirəm.